gün Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbəsinin təşkilatçılığı ilə siyasi partiyaların, ölkədə fəaliyyət göstərən siyasi şərhçilər, politologlar və eyni zamanda ayrı-ayrı televiziya rəhbərlərinin, internet televiziya rəhbərlərinin və deməli təmsilçilərinin iştirakı ilə biz işğaldan azad edilmiş ərazilərə növbəti səfərimizi edirik və antiterror tədbirlərinin keçirdiyi 19-20 sentyabr 2023-cü il tarixdən sonra Xankəndi, Xocalı, Əsgəran və digər ərazilərin tam şəkildə terrorçulardan, terrorçu qruplaşmalardan azad edilməsindən sonra ilk dəfədir ki, biz bu ərazilərə qədəm basırıq. Təbii ki, ölkənin yeni siyasi konfigurasiyasının formalaşdığı dönəmdə bütün siyasi camiyyənin, demək olar ki, mütləq əksəriyyətinin və eyni zamanda ictimai siyasi fəalların, media sahəsində fəaliyyət göstərən insanların bura səfər etməsi çox önəmli tarixi bir hadisədir. Hesab edirəm ki, biz bir daha ölkənin bu istiqamətdə fəaliyyət göstərən insanlar olaraq əskərimizin, zabitimizin, o cümlədən də Müzəffər Ali Baş Komandanımızın Azərbaycan xalqına və Azərbaycan dövlətinə yaşatdığı növbəti şanlı tarixin birbaşa canlı şahidi oluruq. Təbii ki, bu çox gözəl hisslər yaşadır adama və məhz Xankəndidə olduğumuza görə mən belə bir fikir səsləndirirəm ki, həqiqətən də Xankəndidə biz hər birimiz özümüzü xan kimi hiss edirik. Bu çox gözəl hissdir, çox gözəl əhval-ruhiyyədir. Mən düşünürəm ki, Azərbaycan xalqının hər bir nümayəndəsi, hər bir insanı bu ərazilərə qədəm qoyarkən bizim qələbəmizi, bizim fəxr hissi ilə duyduğumuz hissləri, eyni zamanda qürurumuzu hiss edəcək öz canında, öz hisslərində, düşüncələrində. Bu baxımdan mən düşünürəm ki, Azərbaycan artıq bu əraziləri işğaldan azad etdikdən sonra burada geniş quruculuq bərpa işlərini həyata keçirir. Biz bu proseslərin şahidi oluruq. Həm Xankəndi, həm Xocalı, həm Əsgəran, həm digər yol boyu keçdiyimiz ərazilərdə çox geniş quruculuq bərpa işlərinin həyata keçirildiyini şahid olduq. Ümid edirəm ki, qısa bir müddətdə bu quruculuq bərpa işləri bitəcək və böyük qayıdış proqramını biz uğurla sona çatdıracağıq.